Salam dostlar. Bu gün ən aktual mövzulardan biri olan ingilis dilində söz bazamızı necə artıraq? İngilis dilində yeni sözləri necə öyrənək ki, danışdığımız zaman onları rahat bir şəkildə istifadə edə bilək. İlk öncə onu qeyd etmək istəyirəm ki, ingilis dilində danışdığınız zaman alternativ sözlərdən istifadə edin. Misal üçün, həftə sözünü yadınızdan çıxartmışsınızsa, deyin 7 gün sonra. Yəni, alternativ sözlərdən istifadə edin. Hər hansı xüsusi, spesifik sözü axtarmayın. Çünki hər hansı bilmədiyiniz sözü axtardığınız zaman, kimlənsə danışdığınız zaman, siz müəyyən qədər vaxt sərf edirsiniz ona və bu danışıq tempini istər-istəməz danışıq tempinə təsir edir. Yəni, o danışıq tempini saxlamaq üçün sözləri, ifadələri, belə deyək, alternativ yollardan istifadə edin. Yeni sözlərin öyrənilməsinə gəldikdə isə, təklifim bundan ibarətdir ki, sözləri fərdi şəkildə deyil, onları cümlələrdə öyrənməyiniz daha məsləhətdir. Misal üçün, his listening comprehension has become better. Bu cümlədə comprehension sözünü fərz edək ki, öyrənmək istəyirsiniz. Bu cümlənin sayəsində siz o comprehension sözün yadda saxlamış olacaqsınız. Yəni, təklifim ondan ibarətdir ki, sözləri fərdi şəkildə, ayrı-ayrılıqda deyil, xüsusi kontekstlərdə cümlələrin içində öyrənin. Hələlik bu qədər.